Hormonal balansımızı həkimə qədər necə qoruyaq? Bugün bu haqda danışmaq istəyirəm. Əslində kanalımızda bu haqda çox məlumat var. Lakin pasientlər dəfələrlə soruşduğuna görə biz bir də bu mövzuya qayıtmaq qərarına gəldik. Əslində bizim hormonlarımız orqanizmimizi idarə edən vacib faktorlar olduğuna görə bunların sağlamlığı üçün əlimizdən gələni etməyimiz lazımdır və həkimə qədər bizim 5 sadə addıma əməl etməmiz bizim daha sağlam, daha rahat və daha diqqətli konsentrasiyamız yerində olan birinə dönüşməmizə səbəb olacaqdır. İlk öncə başlayacağımız iş yuxudur. Düzəltməyə çalışmağımız, qaydasına qoyacağımız birinci addım yuxu olaraq hər gecə saat 11-dən başlayaraq kəsintisiz olaraq 7-8 saat ərzində yatmamız lazımdır. Gecə işləməyi sevənlər bunu səhər erkən saatlara çevirsələr daha məqsədə uyğundur. Çünki hormonlarımızın sirkad ritminə uyğun olaraq gecə buraxılan hormonların fəaliyyəti aktiv başlamaları üçün biz dərin yuxuda olmamız lazımdır və sanki növbələşmə rejiminə əməl etməsi üçün hormonların və bu yuxu şəraitini biz özümüzə yaratmamız lazımdır. İkinci əsas vacib faktor hansını ki biz evdə özümüz edə bilərik, stressdən uzaq durmaq və yaxud stressin idarə olunması. Əslində bu mövzunun daha çox işlənməsi və hər kəsin stressin idarə olunmasını öyrənməsi lazımdır. Bu metodlar arasında da namaz, dua, yoga, meditasiya və nəfəs texnikaları bunları misal göstərə bilərik. Üçüncü əsas faktorlardan biri həkimə qədər edəcəyimiz addımlardan biri isə rafinə olunmuş qidalardan, paketlənmiş qidalardan uzaq durmaqdır. Bildiyimiz qədər bunların tərkibində qidanın uzun müddətli saxlanılmasını təmin etmək üçün müxtəlif qatqıları, əlavələr, biz buna tibbdə endokrin pozucular deyirik, əlavə olunur və bunlar da bizim hormonal ifrazını, hormonların bir-birinə çevrilmə mexanizmasını poza bilir və bu baxımdan da müxtəlif şikayətlər pasientlərdə yarana bilir. O baxımdan rafinə olunmuş qidalardan uzaq durub daha təbii, daha orqanik qidalara üstünlük verib, liflə zəngin, bol-bol proteinli qidalar üstünlük təşkil etməsimiz lazımdır rasionda. Bunları əməl etdiyimiz sürəcə bağırsaq sistemimiz, immun sistemimiz və hormonlarımız bizə minnətdar olacaqdır. Digər əsas faktorlardan biri isə bizim hərəkətimizdir. Nə qədər fiziki aktiv olarıqsa, buna bağlı olaraq normala gələcək, insulin səviyyəmiz normala gələcək, yemək krizləri və şəkər krizlərindən uzaq olacağıq, fit bədən quruluşuna, həm də sağlam əzələlərə malik olacağıq, sümük dayaq sistemi möhkəm olacaq və bu da orqanizmin balanslı çalışmasına yardımcı olacaqdır. Və sonuncu, 5-ci faktor təbiətlə sıx əlaqədə olun. Günəşdən bol-bol istifadə edin, təmiz havada olmağa çalışın və bütün bu tədbirləri etdiyiniz sürəcə həkimə daha az müraciət etməniz və özünüzü daha yaxşı hiss etməniz baş verəcəkdir. Özünüzdən müğayət olun. Sonda bu videonu əgər bəyəndinizsə, bəyənməyi, yaxınlarınızla paylaşmağı və şərhlərdə öz suallarınızı yazmağı unutmayın. Sağ olun.